Salam uşaqlar. Bu videoda 9-cu sinif 9 noyabr hədəf kurslar buraxılış imtahanı 2-ni izah edəcəyik, riyaziyyat fənnini. Demək, birinci sualdan başlayaq. 57-ci sualda deyir ki, modulda x çıx 3-dən y çıx 7-nin kvadratını toplayanda x, y hasilini tapın. Toplayanda 0 alınır, x, y hasilini tapın. İndi baxırıq ki, mənfi ola bilməyən bir ifadə, yenə mənfi ola bilməyən bir ifadə və 2 dənə mənfi ola bilməyən ifadəni toplayanda cavab 0 alınırsa, demək bu ifadələrin hər biri ayrı-ayrılıqda 0-a bərabər olmalıdır. Yəni x çıx 3 də bərabər 0 olmalıdır, y çıx 7 də bərabər 0 olmalıdır. X bərabər 3, y bərabər 7, x, y hasili də 21 olacaq. Cavab D variantı. Növbəti sualımız sadə bir düzbucaqlı tutaq sualı. Demək, uzunluqları 16 və 30 olan katetlərin uzunluqları 16 və 30 olan düzbucaqlı tutacaq var. 16 və 30. Pifaqor teoremi ilə hipotenuzu tapsaq, Pifaqor teoremi əslində bunu qısaca belə tapa bilərik. 8, 15, 17 olan bir üçbucağı bilirik. Katetlər 8, 15 Pifaqor ədədləri. Baxırıq ki, 8-in 2 misli 30-un 2 misli. Deməli, hipotenuz da 17-in 2 misli 34 olmalıdır. Və yaxud 16-nın kvadratı toplansın 30-un kvadratı bərabər s kvadrat etsəz, o zaman 16-nın kvadratı 30-un kvadratını toplayıb kökə salsaz, yəni 34 alarsınız. İndi məsələnin ikinci hissəsini oxuyaq. Deyir ki, hipotenuza çəkilən median və hipotenuzun uzunluğunu tapaq. Biz bilirik ki, hipotenuza çəkilən median uzunluğu hipotenuzun yarısı qədər olurdu. Ona görə də burada bir median qeyd etsək, 34-ün yarısı median uzunluğu 17 olacaq. Yenə təkrar edirəm qaydanı. Hipotenuza çəkilən median hipotenuzun uzunluğunun yarısına bərabərdir. Hipotenuzun uzunluğu 14, median uzunluğu 17. Ona görə də cavab 51. 59-cu sualda sadə bir natural ədədlər sualıdır. Deməli, AB ədədini, yəni AB 2 rəqəmli ədəd deməkdir. Bunu düsturla açsaq, 10A toplansın B bərabər 2A toplansın 3B olacaq. A-ları sola apar, B-ləri sağa apar. 8A bərabər 2B, 4A bərabərdir B. Və bunu ödəyən ədədləri axtarsaq, əgər A bərabər 1 olsa, 4-ü 1-ə vur, B bərabər 4 olur. A bərabər 2 olsa, 4-ü 2-yə vur, B bərabər 8 olur. A bərabər 3 olan varianta baxmırıq, çünki o variantda B 12 olacaq, amma B bir rəqəm ola bilməz, B bir rəqəmdir, ədəd ola bilməz. 2 rəqəmli ədəd ola bilməz. Ona görə də alına biləcək ədədlər AB ədədi ya 14 olmalıdır, ya da 28 olmalıdır. AB ədədinin ən böyük qiyməti 28, cavab B variantı. Növbəti sualda məxrəcə 15-dən düzgün kəsilən neçəsi ixtisar olunmayandır. Bunu seçmə üsulu ilə də eləyə bilərik, düsturla da eləyə bilərik. Birincisi düsturun deyim. Düstura görə 15, 3 vur 5 şəklində sadə yuxarı ayrılır. Düstura görə nə deyirəm? Düstura görə belə yazılmalıdır bu. 3 vur 5 vurulsun, 1 çıxılsın, 3-də 1 vurulsun, 1 çıxılsın, 5-də 1. Və buradan da 3-lər və 5-lər ixtisar getsə, cavab 2 vur 4, 8 alınacaq. Amma seçmə üsulundan da belə eləyə bilərik ki, 15 ilə qarşılığı sadə olan ədədləri seçərik. Məsələn, ixtisar olunmayanlar 15-də 1, 15-də 2 də ixtisar olunmur, 15-də 3 ixtisar olunur, 15-də 4 ixtisar olunmur, 15-də 5 ixtisar olunur, 6 ixtisar olunur, 15-də 7 ixtisar olunmur, 15-də 8 ixtisar olunmur, 15-də 11 ixtisar olunmur, 15-də 13, 15-də 14 ixtisar olunmur. Yəni bu kəsrləri saysaq, görürük ki, 8 dənə kəsir ixtisar olunmur. Cavab A. Sadə bir çoxluq sualı. A və B çoxluğunun elementlərini verib, ortaqları tez seçirik buradan. 3, məsələn, hər iki çoxluqda var. Başqa ortaq varmı? 11, hər iki çoxluqda var. Onda biz B çıx A çoxluğunu axtarsaq, yəni B-dən A-ya aid olan elementləri silmək deməkdir. Yəni 3-ü və 11-i silsək, qalır 10, 17 və 20. Və bizdən onun nəyi soruşur? N-ini. Yəni sayını, elementlərin sayı 3. Yəni cavab E variantı. Növbəti sual, məhlul məsələsi. 300 qram 10% məhlulun üzərinə neçə qram duz əlavə etsək 50% məhlul alınır. Bu 300 qram 10% məhlulun içində nə qədər duz var? Birinci onu tapaq. 300 qramı vururuq 100-də 10-a. Bu edir 30. Demək 30 qram duz var. Deyir, bunun üzərinə
neçə qramsa duz, neçə qram, x qram duz əlavə edirik. Məhlul 50% olur. İndi əgər mən bu 30 qramın üzərinə x qram duz əlavə etsəm, duzun miqdarı 30 plus x olacaq. Bir dənə kənarda yazaq ki, məhlulun faizini nətər tapırlar? Məhlulun faizini duzu ümumi kütləyə bölüb 100%-ə vurmaqla tapırlar. İndi x qədər duz əlavə etsək, duzun miqdarı 30 plus x olur və x qədər duz əlavə etsək, məhlulun miqdarı da artır. Məhlulun miqdarı da 300 plus x olur. Və biz bunu 100-ə vurduqda gərək cavab 50 alınsın. Yəni bu o deməkdir ki, 30 plus x bölünsün 300 plus x bərabərdir 50 bölü 100, yəni 2/1. Sonra tənasüblə çarpaz vurub hesablasaq, 60 toplansın 2x bərabərdir 300 toplansın x. Buradan da x bərabər 240 edəcək. Yəni cavab C variantı. Növbəti sual həndisənin sanlaşdırılan sadə bir məsələ. Bir dənə AB parçası var. AB parçasının da uzunluğu 50 cm-dir. Üzərində bir dənə S nöqtəsi qeyd olunub və AC BC parçasının orta nöqtə arasındakı məsafə. AC-nin orta nöqtəsi bu nöqtə olsa, məsələn parça X və X olaraq ayrılıb, BC-nin də orta nöqtəsi bu nöqtə olsa, parça Y və Y ayrılıb. Yəni bizdən bu hissəni soruşur. Bax, bu aradakı hissəni soruşur. Yəni X plus Y. Ümumi şəkildə 2x topla 2y-in bərabər 50 olduğunu görürsənsə, hər tərəfi 2-yə bölsən, x topla y bərabər 25 olacaq. Yəni cavab D variantı. A və B qarşılıqlı sadə ədədlər olarsa, deməli qarşılıqlı sadə ədədlərin əkobu hasilə bərabərdir, əbobu isə 1-ə bərabərdir. Yəni ki, 2AB çıxılsın 3 bərabərdir 27 vurulsun 1. Buradan da 2AB bərabər 30-dan AB bərabər 15 olacaq. Bu ədədlərdə qarşılıq sadədlər 3-dən 5 ola bilər. Məsəl üçün 1-dən 15 ola bilər. Məsələn, hər hansısa. Amma bizdən nə soruşur? Hasilini soruşur. Ona görə cavab 15, A variantı. A və B irrasional ədədlər olarsa, A plus B cəmi isə rasional olarsa, verilənlərdən hansı rasionaldır? Və variantlara baxırıq. Əgər hansı variantda yalnız A topla B cəmi və onun nəyəsə vurulmuşu, hansısa rasionalda vurulmuşunu ala bilsək, o ifadə rasional olacaq. A variantı deyil, çünki 2 dənə A var burada. A-nın biri artıqdır. B də deyil, 2 dənə B var. B-nin biri artıqdır. C də deyil, D də deyil, çünki burada A plus B cəmi görə bilmir. Amma Y ola bilər, çünki Y-ni hesablayanda AB-ni 1 böl A-ya vurduqda alınır, A-lar ixtisarcıdır, alınır B. Topla. AB-ni 1 böl B-yə vurduqda B-lər ixtisarcıdır, alınır A. Elə cavab A topla B alınır və A topla B-nin də rasional olduğunu bilirsə, cavab E variantı. Növbəti sualımız sadə bir üçbucaqdan tən bölən sualı. Tən bölənin qaydasına görə sol böl sol, yəni A böl 8 bərabərdir sağ böl sağ, 12 bölünsün B-yə. Və buradan da AB hasili bərabər 96 olur. Cavab A variantı. Növbəti sual həndəsənin əsas anlayışları. Deməli, bu bucaq 90 dərəcədir. Şərtdə verib. Alfa topla beta isə 70 dərəcədir. Alfa topla beta 70 dərəcədirsə, yəni bura qədər 70 dərəcədirsə, demək bunun qalanı bura 20 dərəcə olacaq. Və 20 dərəcə nə oldu? Alfa. Alfa 20 dərəcə oldusa, bunu yuxarıda yaz. O zaman beta neçə dərəcə olur? Beta da 50 dərəcə olur. Yəni cavab C variantı. Bunu biraz sürətli dedim. Videonu geri sarsaq, bir dəfə də baxsaq, başa düşəcəksiniz bunun həllini. Keçək o biri suala. 68-ci sual deyir ki, 20-dən kiçik 2 rəqəmli cüzədlər çoxluğunun neçə alt çoxluğu var? 20-dən kiçik 2 rəqəmli cüzədlər. 20-dən kiçik 2 rəqəmli cüzədlər 2-də başlayır. 2, 4, 6, 8, ta ki 18-də bitir. 2-dən başlayıb 18-də bitən də neçə dənə cüt ədədi var? 18 dənə ədədin yarısı cütdürsə, 18-i 2-yə bölək, 9 dənə cüt ədəd var. Yəni bu elementi, bu çoxluğun elementlərin sayı 9-dur. Onda bütün alt çoxluqların sayı da 2 üstü n üstünə hesablanırsa, 2 üstü 9 bərabərdir. Bərabər 512 eləməlidir. Amma burada bir dənə sözü unutduq. 2 rəqəmli deyirdi. Ona görə 9 dənə deyil. 2-dən başlamır. Neçədən başlayacaq? 12-dən başlamalıdır. 12, 14, 16, 12, 14, 16, 10, 12, 14, 16, 18. Ondan başlayacaq. 5 elementli olacaq burada. 9 cüt yox, 5 dənə cüt var. Çünki 2 rəqəm sözünü unutduq az öncə. Ona görə də 2 üstü 5, 32 olacaq. Cavab C.
Növbəti sual adi onluq kəsrlərdən. Kəsrlərdən hansılar sonlu onluq kəsr şəklində göstərmək olar? Sonlu onluq kəsr şəklində göstərilə bilmək üçün gərək məxrəc 2 və 5 vurğulardan ibarət olsun. Baxırıq ki, 20 vurğunun daxilində, yəni 20 ədədinin daxilində, yəni sadə vurğuları 2, 2, 5. Bu olar. Amma 15-i olmaz. Niyə? Çünki 15 3 vur 5-dir. 3 vurğu var orada. Amma bizə lazımdır ki, ancaq 2 və 5 vurğular olsun. 40 ola bilər. 2 vur 2 vur 2 vur 5. 45 olmaz. 45-in içində 3 vurğu var. Yəni 20-də 7 ilə 40-da 13 olacaq. Yəni cavab B variantı. Həndisənin əsas anlayışlarından bir sual. Alfa topla beta cəmini tapmaq lazımdır. Bu bucaq 80-dirsə, uyğun olaraq bu bucaq da 80 dərəcə. Üç bucağın bucaqları cəmdə 180 dərəcə olacaqsa, alfa ilə betanın cəmi 100 olmalıdır, Y variantı. Növbəti sualımız ən böyük mənfi tam ədəd ilə ən kiçik natural, demək ən böyük mənfi tam ədəd. Bunu axtaraq. Ən böyük mənfi tam ədəd nədir? Mənfi 1. Ən kiçik sadə natural ədəd hansıdır? Ən kiçik sadə natural ədəd isə 2-dir. Deyir ki, mənfi 1 ilə 2-nin hasilinin üzərinə ən kiçik 2 rəqəmli mürəkkəb ədəd əlavə etsək, ən kiçik 2 rəqəmli mürəkkəb ədəd, 2 rəqəmli ədədlər 10-dan başlayırsa, 10 mürəkkəbdir. Bəli, ən kiçik 2 rəqəmli mürəkkəb ədəd 10-dur. Bir üzərinə 10 əlavə etsək, alınan nəticə, incə bu alınan nəticədə dayanaq. Demək, ən böyük mənfi tam ədəd mənfi 1, ən kiçik sadə natural ədəd 2, üzərinə də 10 əlavə etsək, alınan cavab olur müsbət 8. Aha. Alınan nəticə 20-30 aralığında yerləşən ən kiçik sadə ədəddən neçə vahid az olar? O zaman 20-30 aralığında yerləşən ən kiçik sadə ədəd nədir? Ona baxaq. 20-30 aralığındakı ən kiçik sadə ədəd 20, 21, 22 də 23-dür. Çünki 21 3-ə bölünür, 22 2-yə bölünür, 20 özü 2-yə, 5-ə bölünür. 23, ən kiçiyi 23-dür. Yəni uzun sözün qısası 8 23-dən neçə vahid azdır? O zaman da 23-dən 8-ə çıxırıq, cavab 15 eləyir. 15 vahid az, cavab D variantı. A və B natural ədədlər olarsa, standart şəkildə verilmiş bu ədədin tərtibini tapın. A və B natural ədədlər olarsa və bu cəmdə birdən böyük, yəni bu cəmə bir x deyim, birdən böyük bərabər, ondan da kiçik olarsa, bu yalnız A və B-nin 1 olduğu variantlarda olar. Çünki A əgər 2 olsa, üstünə 5 gələndə 10-u keçir. Ona görə A 2 deyil. Əgər B 2 olsa, zaten 5-i 2-yə vuranda 10 eləyir, yenə də cavab 12. Ona görə A və B-nin yalnızca 1 olduğu variantda keçərlidir. A və B 1 olarsa, toplayanda da 8 olur qiymətli hissə və A və B hər biri 1 olarsa, tərtib nə olmuş olur? 2. Ona görə cavab 2. Keçək növbəti suala 73-ə. Tək rəqəmli mürəkkəb ədədlərin ədəd ortasını tapın. Tək rəqəmli mürəkkəb ədədlər. Mürəkkəb ədədlər hansılardır? Yəni tək rəqəmli mürəkkəb ədədlər 4, 5 sadədir 6, 7 sadədir 8, 9 və salam. 4, 6, 8, 9. Bunların ədəd ortasını tapmaq üçün bunları toplayıb 4-ə bölmək lazımdır. Bu ədədləri toplayanda da 27 alınır. Səhv eləmirəmsə. Deyək, baxaq. 10, 18, 27. Bəli. 27-ni 4-ə böləcək. 27-ni 4-ə böləndə də cavab 6,75. Növbəti sualımız. Usta birinci gün işin 3/1 hissəsini, ikinci gün qalan işin 5/2 hissəsini bitirdi. Usta işin 3/1 hissəsini bitirəndə işin hansı hissəsi qalır? 3/2 hissəsi qalır. Sonra işin 5/2 hissəsini bitirəndə, yəni qalan işin 5/2 hissəsi bitirəndə işin 5/3 hissəsi qalır. Üçlər ixtisar gedir, yəni işin 5/2 hissəsi qalmış olur. İşin neçə faizi bitirilməmiş qalırsa, 5/2-ni də faizə çevirmək üçün 100%-ə vurmaq lazımdır. 5/2-ni əgər 100%-ə vursaq, bərabər 40% edəcək. Cavab 40%. Verilən ədədin natural bölənlərinin sayını tapmaq lazımdır. Vuruqlara ayırırıq. 10/5-i 2/5 vurulsun 5/5 kimi parçalayaq. 14/2-ni 2/2 vur 7/2 kimi parçalayaq. 35-i 5 vur 7 kimi parçalayırıq. Sonra 2-ləri vurduqda 2/7 olur. 5-ləri vurduqda 5/6 olur. 7-nin kvadratından 7/1 də vursaq 7/3.
Natural bölünən sayını tapmaq üçün qüvvətlər bir vahidə artırılıb hasil tapılmalıdır. 7-dirsə 8, 6-dırsa 7, 3-dürsə 4. Və cavab 224 edəcək. Növbəti sual bərabər yanlı düzbucaqlı bıçağın hipotenuzun uzunluğunu verib, onun kiçik hündürlüyünü tapın deyir. Bərabər yanlı düzbucaqlı üçbucaq verilib. Hipotenuzun uzunluğu da 20-dir. Kiçik hündürlük hipotenuz çəkilən hündürlükdür. Və biz bilirik ki, bir üçbucaq bərabər yanlıdırsa, orada təpədən çəkilən hündürlük həm də mediandır. Və biz də bilirik ki, düzbucaqlı üçbucaqda hipotenuza çəkilmiş median da hipotenuzun yarısına bərabər olur. Yəni median uzunluğu hipotenuzun yarısı qədər, yəni 10 qədər olacaq. Cavab 10. Növbəti sual natural ədədlər və adi onluq kəsrlərdən bir sualdır. Demək, AB 10A üstəgəl B deməkdir. BA isə 10B üstəgəl A deməkdir. 10A üstəgəl B və 10B üstəgəl A. Bunlar toplandıqda, yəni bu ifadənin cavabı 11A topla 11B, 11 də ortaq çıxarsaq 11A topla B edir. A topla B'lər ixtisar edəndə birinci kəsrin cavabı 11 edir. İkinci kəsrin cavabı da 10A topla B çıx 10B çıx A şəklində olub. Surəti 9A çıx 9B, yəni 9A çıx B edir. A çıx B ixtisar edəndə ikinci kəsrin cavabı da 9 alınır. Yəni bu ifadələr toplayan cavab edir 20. Keçdik ikinci hissəyə, vurmadan sonraki hissəyə. Bu kəsirlərdə, yəni bu tipdə məxrəclərində eyni qədər artım olan kəsirlərdə hesablama taktiyi nətərdir? Birincini axırıncıya vururuq, yəni 2-ni 5-ə vururuq. Surətdə də nə görsək toplayırıq. 3, 3, 3 toplayanda 9 edir. Onda bu ifadənin cavabı əvvəldən aldığımız 20 vurulsun 10-da 9. 20-ni də 10-da 9-a vuranda cavab 18 edəcək. Növbəti sualımız tapşırıq sualı. Qarşılıqlı bucaqlar, bilirik ki, qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. Onda 3x toplansın 50 bərabər x toplansın 8-ə bərabər olacaq. 2x bərabər 30 dərəcədən x bərabər 15 dərəcə. X 15 dərəcə. Növbəti sualımız deyir ki, verilən ədədlərə bölünəndə qalıqda 2 alınan ən kiçik naturalları tapın. Demək, nə etmək lazımdır? Verilən ədədlərə əvvəlcə əkop tapmaq lazımdır. Sonra əkobun üzərinə 2 əlavə etmək lazımdır. Və 4, 6, 10 ədədlərinin əkobunu hesablayaq əvvəl. Hissə isə də hesablamaq olar. Məsələn, əvvəl 4 ilə 6-nın əkobunu hesabla. 4 ilə 6-nın əkobu eləyəcək 12. Sonra da 12 ilə 10-un əkobunu hesabla. 12 ilə 10-un da əkobu edəcək 60. Yəni bunu vuruqlara ayıraraq da tapa bilərsiniz. Əkob elədi 60, sonra isə 60-ın üzərinə 2 əlavə eləyib cavabı 62 alırıq. Perimetri 18 olan bərabər yanlı üçbucağın bərabər yanlı bir üçbucaq var. Perimetri 18-dir. Oturacağı paralel olan orta xəttin uzunluğu 2-dir. Bu oturacağı paralel olan orta xəttin uzunluğu 2. Orta xətt oturacağın yarısına bərabər olacaqdırsa, oturacaq 4. Bərabər yanlı üçbucaqdırsa, yan tərəflərdə x, x desək, 2x toplansın 4 bərabər 18 olmalıdır. X də bərabər 7. Yan tərəfin uzunluğu 7-dir. Son sualımız, axırıncı sualımız faiz və tənasib bölməsinə aiddir. Məhlul məsələsi. Deməli, 200 qram 40 faizli duz məhlulu var və bunun üzərinə 800 qram su əlavə olunur. Bu məhlulun içində nə qədər duz var, onu tapaq. 200-ü vururam %40-a. %40-a vurduq, sıfırlar ixtisar getsə, nə qalar? 80. Demək, 80 qram duz var bu məhlulun içərisində. İndi bu məhlulun içərisində 80 qram duz, bunu yadda saxladıq. Demək, bu məhlulun üzərinə 800 qram su əlavə edəndə, məhlul 200 qram idi, 800 qram su əlavə etdilər, məhlul nə qədər oldu? Məhlul oldu 1000 qram. 1000 qram məhlulun içində 80 qram da duz var. O zaman bu verilənlərə görə bu məhlulun faizini tapırıq. Bu məhlulun faizi 80 duz bölünsün ümumi miqdar, yəni 1000, vurulsun 100% olur. Bunu ixtisarlarına aparsaq, burada qalır 8. Yəni bu məhlul 8% olur. Yəni burada yazsaq, siz bunu tapşırıqlarını daha sərqəli yazmağa çalışın. Yəni artıq əlimizdə 1000 qram 8%li məhlul var. Sonra diqqətlə oxuyuruq burasını. Məhlulun yarısı atıldı. Yəni 1000 qram məhlulun yarısı atıldı, 500 qram məhlul qalır. Yəni əlimizdə 500 qram
8 faizli məhlul var. 500 qram 8 faizli məhlul və deyir əvəzində həmin miqdarda su əlavə olundu. 500 qram 8 faizli məhlulun üzərinə su əlavə edəcək. O zaman biz 500 qram 8 faizli məhlulda nə qədər duz var, ona baxaq. Əslində məntiqlə duzun yarısının atıldığını bilirik, amma yenə hesablamaq lazımdır. 500 qramı 8-ə vururam və nə qədər eləyir? 40 qram. 40 qram duz var məhlulda. Bunu yaddan çıxartmayaq. 40 qram duz. Və deyir, boşaldılan məhlul qədər yerinə su doldurulur. Yəni 500 qram su doldurulur, 1000 qram eləyir. Yəni 500 qram su əlavə olunsa, məhlul yenidən 1000 qram olacaq və məhlulun içərisində yenə də 40 qram duz olmuş olacaq. O zaman finalda bu məhlulun faizini tapmaq istəyiriksə, 40 qram duzu böləcək ümumi məhlula 1000-ə, vuracaq 100%-ə. İxtisarları aparandan sonra da görəcək ki, məhlul 4 faizli məhlul olacaq. Cavab 4%. Sonuncu sualın izahına videonu geri sarıb bir dəfə də baxsaz, əla olar. Bu da 9-cu sinifin izahı bu qədər idi. Ümid edirəm ki, faydalı olmuşdur.